Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracaq. Bugün dekabrın 1-idir və dekabrın 2-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb və biz də günün hava haqqında məlumatını elə açıq havadan sizə təqdim edirik. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir, lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacaq, yağış yağacaq. Şimal-qərb küləyi axşam bəzi yerlərdə isə arabir güclənəcək. Havanın temperaturu isə gecə 9-13 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın bölgələrinə gəlincə, Azərbaycana əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu isə gecə 1-5 dərəcə, gündüz isə 12-15 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz isə 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.